Salam. Bugündən başlayaraq hər gün fonetika mövzusundan bir testin izahını verəcəm. Başlayaq 26-cı sualdan. Azadlıq sözünün fonetik təhlilindəki səhvi müəyyən eləyin. Əvvəlcə sözün fonetik təhlilinə başlamazdan əvvəl sözü tələffüz eləməliyik. Azadlıq azadlıq kimi tələffüz edilir. Biz burada fərqli cəhətdən nəzər yetirsək, d samiti t ilə, l samiti d samiti ilə, q samiti isə kar samit olan x samiti ilə əvəz olundu. İndi isə başlayaq variantlara baxmağa. A variantı. Saitlə başlayıb kar samitlə bitir. Bəli, söz A saiti ilə başlayıb x samiti ilə bitib. B variantı. Kar samitlər cingiltili samitlərdən sayca çoxdur. Əgər biz fikir versək tələffüz şəklinə, görmüş olarıq ki, hər ikisi bərabərdir. Və bu cəhətdən B variantını səhv götürəcəyik. C variantına diqqət edək. Tələffüzündə 3 fərqli məqam var. Bəli, d samiti t samiti ilə, l samiti d samiti ilə, q samiti isə kar samit olan x samiti ilə əvəz olunub və burada 3 fərqli məqam baş verib. D variantına fikir verək. Vurğusu sonuncu hecadadır. Əvvəlcə qeyd kimi bildirim ki, vurğunun tapılması əsasən şagirdlər arasında çətinlik yaradır. Bundan ötürü sözü hecalara ayırmazdan əvvəl onu bir nəfəsə, bir qədər də möhkəm, yəni aqressiv formada səsləndirmək lazımdır. Azadlıq, azadlıq və bu anda başa düşmək olur ki, sözdə vurğu sonuncu hecadadır, yəni 3-cü hecadadır. Bu cəhətdən D variantı da doğru variantdır. E variantı. Morfonoloji prinsip pozulmayıb. Morfonoloji prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, əgər söz qalın saitlə başlayırsa, ondan sonra həmin sözə qoşulan şəkilçilər də eyni ahəngi qoruyub saxlamalıdır. Yəni söz qalın saitlə və yaxud incə saitlə başlayıbsa, qalın saitlə bitməli və yaxud incə saitlə bitməlidir. Sağ ol.